Salam, mənim boynumda qusul var idi, amma axşam qusul verə bilmədim. Sübh azanından qabaq da durub qusul ala bilmədim. İndi necə etməliyəm? Sualım o əsas cavab vermək üçün mahiyyəti bilinmədi. Ala bilmədimlə məqsəd, yəni imkanı yox idi. Əgər imkan yox idisə heç cürə almağa, ala bilmədim, bu izləyicimiz deyir, mən qusul ala bilmədim. Əgər qusul almağa imkan var idi, almadısa, bu həmin şəxsə qəzadan əlavə kəffarə də boynuna gəlir. Ancaq əgər almağa imkan yox idi, yəni su yox idi, ya xəstəlik üzündən qusul ala bilməyibsə, o zaman da yenə təyəmmüm etməli idi. İndi bu şəxs əgər təyəmmüm də etməyibsə, məsələni ümumiyyətcə bilməmək üzündən idisə və örgənmək imkanı yox idisə, bu zaman kəffarə boynuna gəlmir. Ancaq imkanı var idi, örgənsin, araşdırsın, səhlənkarlıq eləyib və fiqh terminində buna müqəssir cahil deyilir. Əgər müqəssir cahil isə, bu zaman qəzadan əlavə kəffarə də boynuna gəlir.